Prezident Administrasiyasının QT-lərlə iş və kommunikasiya şöbəsinin QT-lərlə iş sektorunun müdiri Tural Əliyeva. Hörmətli forum iştirakçıları, 2022-ci ilin dekabrında Azərbaycan QT-ləri Şuşada Xankəndi-Laçın yolunda post qurmuşdular. Bu Azərbaycan tarixinə ən uzun müddətli və fasiləsiz etiraz aksiyası kimi düşdü. 138 günün hər səhifəsi mübarizədə keçdi. Hər gün onun sıraları sosial tərkibi genişləndi və möhkəmləndi. 2023-cü ilin sentyabrında dövlət suverenliyinin tam bərpası əməliyyatı bu mühüm prosesin məntiqi sonluğu oldu. 2 il əvvəl, oktyabrın 15-də Müzəffər Ali Başkomandan Prezident İlham Əliyev Xankəndidə Azərbaycan bayrağını ucaltdı. Erməni separatçılığının tabutuna son mismar da məhz Xankəndidə vuruldu. Bugün Azad Xankəndidə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının əməkdaşlıq forumunun keçirilməsi rəmzi məna daşıyır. Vətən müharibəsindən ötən 5 ilin təhlili göstərir ki, bu dövr ərzində Azərbaycan vətəndaş cəmiyyəti qaya kimi möhkəm dayandı. Onu parçalamaq cəhdləri uğursuzluqla nəticələndi. Milli maraqları müdafiəsində Azərbaycan QT-ləri vahid mövqedən çıxış etdilər. Şəxsi mənafeləri kənara qoydular. Bugün Azərbaycanda dövlət QT münasibətləri yardım modeli çərçivəsindən çıxaraq qarşılıqlı məsuliyyət, etimad, şəffaflıq prinsipləri üzərində qurulur. Bu, yeni mərhələyə yüksəlmədir. Məqsəd yalnız müxtəlif layihələr maliyyələşdirmək deyil, onun təsirini, özü də sistemli təsirini ölçə bilmək, layihələri mütərəqqi ictimai dəyərə çevirməyə nail olmaqdır. Son 2 ildə Azərbaycan QT-lərinin ən böyük uğuru dünyaya açılmalarıdır. COP29 dövründə 137 ölkədən BMT statuslu 1023 QT-nin Azərbaycanın lehinə bəyanat verməsi ilk dəfə baş verən tarixi hadisə idi. Prosesin davamı olaraq 115 ölkədən nüfuzlu QT-lərin iştirakı ilə 2025-ci ilin aprelində Bakıda Qlobal Cənub QT platforması təsis olundu. Qlobal Cənubda dünya əhalisinin 80% yaşayır. Bu uçsuz-bucaqsız regionun vətəndaş cəmiyyətini ilk dəfə məhz Azərbaycan QT-ləri birləşdirə bildi. Qürur ilə deyə bilərik ki, Azərbaycan vətəndaş cəmiyyətinin təşəbbüsü dünyanın 2/3 hissəsini əhatə edən bölgədə beynəlxalq dəstək qazandı. Bakı, Qlobal Cənub QT platformasının daimi mənzil qərargahına çevrildi. Bugün Qlobal Cənub QT platforması qlobal şimalla müqayisədə beynəlxalq təşkilatlarda məhdud təmsilçiliklə razılaşmır, iştirakını artırmağa çalışır. Platforma rəhbərliyin Azərbaycan QT-lərinə həvalə edilməsi tarixi imkanlar açır. Qlobal Cənub QT platformasının baş assambleyası da verilən məlumatlara görə 2026-cı ilin mayında Bakıda keçiriləcək. Dünya müsəlmanlarının 60%-nin yaşadığı İslam 8-liyi adlanan D8 ölkələrinin QT-lərinin də ilk görüşünü Azərbaycan QT-ləri təşkil etdi. Türkmen QT-ləri ilə İraq, Suriya, Azərbaycan QT şəbəkəsinin qurulması istiqamətində regional təşəbbüs irəli sürüldü. Bu ilin martında Bakıda Türkmen irsi vətəndaş cəmiyyətlərinin həmrəyliyi forumu keçirildi. Bu il ilk dəfə dost və qardaş ölkə Özbəkistanla birgə Azərbaycan və Özbək QT-lərinin birgə qrant müsabiqəsi elan olunacaq. Bu 2023-cü ildə Füzulidə, 2024-cü ildə Daşkənddə iki ölkənin vətəndaş cəmiyyəti təsisatlarının keçirdiyi forumlarda qurulmuş münasibətlərin real məhsuludur. QT-lərə Dövlət Dəstək Agentliyinin donorluğu ilə Azərbaycan QT-lərinin xaricdə keçirdiyi tədbirlərin sayı əvvəlki illərlə müqayisədə 3,5 dəfə artıb. Əgər 2022-ci ildə QT-lərə Dövlət Dəstək Agentliyinin donorluğu ilə Azərbaycan QT-ləri cəmi bir ölkədə 7 tədbir keçirmişdirsə, 2024-cü ildə 7 xarici ölkədə 25 tədbir baş tutub. 2025-ci il fərqli rekordlarla yadda qalacaq. Əgər ötən il agentliyin donorluğu ilə bütün QT-lər 7 xarici ölkədə tədbirlər keçirmişdirsə, bu il Gilabar Fotoklubu İctimai Birliyi təklikdə 4 xarici ölkədə Almaniya, Fransa, Belçika, Niderlandda tədbirlər keçirir. Bu ağır zəhmətin, aylarla davam edən yazışmaların, inadın, güclü komanda işinin, düzgün əlaqələndirmənin uğur hekayəsidir.
Artıq Azərbaycan QHT-lərinin rəyi, baxışı BMT miqyasında istinad mənbəyinə çevrilir. Bu günlərdə ilk dəfə BMT baş katibi öz hesabatında Bakı Təşəbbüs Qrupunun hesabatına istinad edib. Bu ciddi nəticədir. Qarabağ İtkin Ailələri İctimai Birliyi son 35 ildə ilk dəfə BMT-nin Avropa ofisində qəbul edilib, dinlənilir. Bugün Azərbaycan QHT sektorunda böyük bir canlanma, yüksək əhval-ruhiyyə, işgüzarlıq mühiti, proaktiv fəaliyyət müşahidə edilir. Artıq tədbirlər naminə tədbirlər deyil, hədəf auditoriyaya yönəlik işlər, ölçülə bilən nəticələr önə çıxır, hesabatlılıq artır. 2025-ci ilin ilk 9 ayı ərzində Respublika üzrə veb-saytlarda mətnində QHT sözü olan 11.441 link aşkar olunur. Bu həmin dövr ərzində ölkədə veb-saytların yaydığı informasiyaların təxminən 9% anlamındadır. Bu linklərdən 2912-sinin xəbər başlığında QHT ifadəsi yer alır. Bizi birləşdirən Mədəniyyət İctimai Birliyinin Zəngəzur mahnısı, Azərbaycan Kartoqrafları İctimai Birliyinin Zəngəzur xəritəsi, QHT-lərimizin gündəmdəki məsələlərə çevik reaksiyasını nümayiş etdirir. QHT sektorunda kəmiyyətdən keyfiyyətə keçid yüksəlməkdədir. Təhlillər göstərir ki, illər əvvəl qeydiyyatdan keçmiş bəzi QHT-lərin heç bir fəaliyyəti yoxdur. Onlar kimlər üçünsə süni imtiyaz, cibində QHT vəsiqəsi daşımaq üçündür. İctimai faydası görülmür. Sağlamlaşdırma tədbirlərinin nəticəsi olaraq artıq vəziyyət dəyişməkdədir. QHT sektoruna süni axın xeyli daralıb. 2022-ci ilə müqayisədə 2024-cü ildə yeni QHT-lərin dövlət qeydiyyatına alınması 4 dəfə aşağı düşür. Yeni QHT yaratmağa da rəsmi müraciətlərin sayı isə 2022-ci ilə müqayisədə bu il 3 dəfə aşağı enir. Bu rəqəmlər onu göstərir ki, QHT fəaliyyətinin göründüyü qədər asan deyil, mürəkkəb, kifayət qədər mürəkkəb iş olması, ciddi iş olması artıq dərk edilir. Fürsətdən istifadə edərək bir daha QHT-lərə çağırış edirik ki, xarici donorlarla hər bir qrant, iyanə, xidməti müqabili üzrə fəaliyyət yalnız bu sənədlərin aidiyyəti üzrə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmasından sonra icra oluna bilər. Bundan yayılma halları kobud qanun pozuntusudur. Qarşıdakı dövrdə QHT-lərlə bağlı bir sıra qanunvericilik aktlarının da təkmilləşdirilməsi nəzərdə tutulur. Bugün cəmiyyətdə negativ hallara qarşı mübarizədə Azərbaycan QHT-ləri ictimai qınağın hərəkətverici qüvvəsi kimi çıxış edir. Bu yaxınlarda bəzi ictimai birliklərin saxta orden, medal paylamağa davam etməsi ciddi etiraz doğurmuşdur. Bu negativ tendensiyaya nəhayət ki son qoyulmasının vaxtı çatıb. Qarşıda Azərbaycan vətəndaş cəmiyyətinin yeni imkanlar, böyük uğurlar gözləyir. Əldə edilmiş nailiyyətlər bizi arxayınlaşdırmamalıdır. Əksinə daha çox işləməyə, daha çox çalışmağa sövq etməlidir. Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının əməkdaşlıq forumunun işinə uğurlar arzulayırıq. Ümumilli lider Heydər Əliyev yolu, Müzəffər Ali Başkomandan Prezident İlham Əliyevin rəhbərliyi Azərbaycanı qələbədən qələbəyə aparır. Bu zəfər yolunda sıralarımız möhkəm, addımlarımız qəti, torpağımız basılmaz olsun. Sağ olun.